Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vel akıbetu lil muttaqin ve sallallahu ala Muhammedin ve alihi tahirin ve la'netullah ala a'daihim ecma'in. Allahümme accil velikel ferec. Bizim məhtəviyyət bəhsində ki, bu yerə kimi ki gəldik, ta Səqələyn hədisinin bəhslərinə kimi və toxunmaq istədiyim bir nüans da budur ki, bizim digər əlimizə çatan rivayətlər ümumi məktəblərin, hədis kitablarında 12 xəlifə hədisləridir. Ki, məsəl üçün rivayətlərdə gəlir ki, İsna aşərə xəlifə, 12 xəlifə olacaq. Da, məsəl üçün, bir neçə yollarla, bir neçə səhabələrdən gəlib bizə çatıbdır. Məsələn, biri Səhih Müslimdə, Əhməd ibn Həmbəlin öz müsnədi 7-ci cildində və Əbu Davud Təyalisinin də müsnədində nəql olunmuş. İbn Şəhrəşub Əl-Mənaqib kitabında da, mərhum Əllam Məclisi Biharul Ənvarın 36-cı cildində də və s. alimlər nəql ediblər ki, Həddab ibn Xalid Əl-Əzdi, o da nəql edib Həmmad bin Sələmədən, o da Simaq bin Hərbdən və o da deyir ki, eşitdim ki, Cabir bin Səmurə belə deyir ki, Səmi'tu Rasulullah sallallahu aleyhi və aleyhi yəqul Lə yüzəlül İslamu azizə ilə isna aşərə xalifə Sümmə qalə kəlimətən ləm əfhəmihə fəqultu li əbi mə qalə fəqalə kulluhum min Qureyşin. Deməli, Cabir ibn Səmurədən nəql edirlər ki, Allah Rəsulü sallallahu aleyhi və aleyhdən o belə eşidibdir Cabir, deyibdir ki, bəs 12 xəlifə olduğu müddətdə İslam daim izzətli qalacaq, əziz olacaq və deyir, sonra isə bir söz də dedi, amma mən onu başa düşmədim və atama sual verdim ki, Allah Rəsulü nə dedi? Deyir, atam dedi ki, onların hamısı Qureyşdən olacaq, Qureyş tayfasından. Və yaxud da başqa bir sənədlə gələn Nəsr ibn Ali Əl-Cəhdamiyyə, həm o da Yazid ibn Zürəidən, xülasə bu sənədlə yenə də Cabir ibn Səmurədən nəql olunur ki, bu rivayəti də həmçinin qeyd edim ki, Səhih Müslim və Əbu Davud sünənində və eyni zamanda Müsnəd ibn Həmbəldə, Əhməd ibn Həmbəl, Mucəmül Kəbirdə ki, Kəşful Ğimmə kitabında, Biharul Ənvarda qeyd olunubdur. Həmin yenə Cabir deyir ki, atamla birlikdə Allah Rəsulü sallallahu aleyhi və aleyhin yanına getdim və Allah Rəsulundan belə eşitdim ki, dedi ki, 12 xəlifə olduğu müddətdə bu din daim əziz olacaq, möhkəm olacaq və nəsə bir söz dedi ki, onu cəmaat mənim başa düşməyimə imkan vermədi, ya da cəmaatın səsindən anlamadım. Atama sual elədim ki, Allah Rəsulü sallallahu aleyhi və aleyhi nə dedi? Həzrət dedi ki, onların hamısı Qureyşdən olacaq. Və yaxud da yenə də başqa bir sənədlə Qutaybə ibn Sa'id, Əbu Bəkr ibn Əbu Şeybədən, o da ta sənədi ilə filankəsdən yenə də gəlir bəs Əmr ibn Sa'id ibn Əbu Vaqqasdan, o da Cabir ibn Səmurədən. Xülasə deyir ki, məktub yazdım bəs Cabir ibn Səmurəyə və öz qulum Nafi ilə onu göndərdim. Həmin bu Amir deyir. Və deyir, məktubunu ona göndərdim. Ən əxbirni şeyin səmi'təhu min Rasulillah sallallahu aleyhi və aleyh. Qal fəqətəbə iləyyə. Deyir, mən ondan məktub yazıb istədim ki, bəs Peyğəmbər sallallahu aleyhi və aleyh eşitdiyi sözlərdən mənə də öyrət, denən, yaz, göndər. Deyir, o da mənə belə bir cavab yazdı ki, Allah Rəsulü sallallahu aleyhi və aleyh bəs bir cümə günü ki, Əslam adına şəxsi daşqalaq olduğu gün Peyğəmbər sallallahu aleyhi və aleyh belə bir söz dedi. Bu deyir, qiyamətə qədər və sizin üzərinizdə 12 xəlifə hakim olana qədər möhkəm olacaq, qüdrətli olacaq və aradan getməyəcək. Onların da hamısı ki, 12 bu xəlifənin olduğunda, yəni hamısı kulluhum min Qureyşin, hamısı da Qureyş tayfasına olacaqdır. Həmçinin sonra Müsnəd Əhməd ibn Həmbəldə eyni zamanda 7-ci cildin 45-ci səhifəsində ki, səhih sənədli, yenə mötəbər hədisdir. Orada da ta sənədi ilə həddəsinə Abdullah ki, və s. filankəsdən ta nəql edir, gəlir ki, Cabir ibn Səmurə
oradan nəql eləyir ki, bu Cabir ibn Səmurədən yenə nəql olunur ki, nəql eləyir ki, Rasulullah sallallahu aleyhi və aleyh vida həccində belə bir söz dedi ki, mənim ümmətimlə Allah Resulü buyurdu ki, Hiccətül Vidada, yəni sonuncu həcdə, İnnə həzihiddin lən yazal zahiran alə mən nəvaihu la yadurruhu muhalifun və la müfariqun hətta yamdiyə min ümməti isna xalifə ki, Peyğəmbər sallallahu aleyhi və aleyh bu cür dedi ki, vida həccində, yəni sonuncu həccində mənim ümmətimlə 12 xəlifə olana qədər bu din həmişə düşmənlərə qalib olacaq, aradan getməyəcək və onun düşmənləri, müxalifləri də ondan ayrılanır, ancaq ona ziyan da vura bilməyəcək və sonra isə bir söz dedi, Allah Resulü isə danışdı. Sümmə təkəlləmə bir şeyin ləm əfhəməhu. Deyir, mən bir şey danışdı, Allah Resulü, mən onu başa düşmədim. Fəqultu li əbi, mən atama dedim, ma qalə. Peyğəmbər sallallahu aleyhi və aleyh nə dedi? Ki, atam da dedi ki, Allah Resulü'nün sözü bu oldu ki, kulluhum min Qureyşin, hamısı Qureyşin olacaq. Sonra mərhum Şeyx Saduq rəhmətullah aleyh Xisal kitabının 470-ci səhifəsində və Bihar-ül Anvarda mərhum Əl-Məzzi 36-cı cilddə bir rivayət nəql eləyir. Bu da yenə Cabir ibn Səmurədəndir ki, Əhməd ibn Həsən Əl-Qattandan, o da Əbu Muhammed Əbdurrahman ibn Əbu Hatəmdən, ta bu sənədlə gəlir ki, bəs həmin bu Cabir ibn Səmurə deyir ki, bəs Peyğəmbər sallallahu aleyhi və aleyh bu sözü buyurdu ki, hamısı Qureyşdən olan, bəs 12 xəlifə olana qədər ümmətin içində həmişə işləri düzgün olacaq və düşmənlərinə də qalib gələcəklər. Ki, bəs sonra nə olacaq ki, mən sual elədim ki, Peyğəmbər sallallahu evinə getdikdən sonra soruşdum ki, bəs sonradan nə baş verəcək? Cavabında buyurdu ki, fəsad, fitnə baş verəcək. Sonra məsələn üçün yenə Əhməd ibn Həmbəli Müsnəddə Əbdullahdan, o da Əbu Bəkir Rabi Zəhranidən, o da Şeyban bin Davuddan, o da Ubeydullah bin Ömərdən, Ömər Əl-Qavariru adlı şəxsdən, o da Muhammed ibn Bəkir Müqəddəmidən, ta bu sənəddən nəql eləyir, yenə də Cabir ibn Səmurədən. Çünki biz niyə? Oradakı xəlifə hədisi bir neçə şəxslərdən ki, nəql olunubdur səhabədən, biz həmin o şəxslərdən gələn müxtəlif sənədlərlə, yollarla olan rivayətləri qeyd edirik ki, birinci növbədə bu, demək olar ki, çoxluq Cabir ibn Səmurə adlı səhabədən gələnlərdir. Ki, yenə də bu rivayəti Müsnəd Əhməd ibn Həmbəldə ki, 7-ci cildin 429-cu səhifəsində mərhum Şeyx Numaninin Əl-Qeybə kitabının 124-cü səhifəsində görə bilərik. Baxdıqda rivayət də belədir ki, Ərəfatda Peyğəmbər sallallahu aleyhi və aleyh xütbə eləyir, Cabir yerə danışır bunu. Deyir ki, Müqəddəmi adlı şəxs öz rivayətində deyir ki, Rasulullah Minada bizim üçün xütbə oxuyanda belə dedi ki, 12 nəfər hakimiyyətdə olduğu müddətdə bu ümmətin işi möhkəm olacaq, zahir və aşkar hakimiyyətdə olduğu müddətdə isə, yəni bu iş davam edəcək və onların hamısı, deyir, sonra insanlar səs-küy salıb danışdı və Peyğəmbər sallallahu aleyhi və aleyh onların hamısı sözündən sonra nə dedisə, mən başa düşmədim. Və atama sual elədim ki, ey ata, Allah Rəsulü onların hamısı sözündən sonra nə dedi? Yəni, dedim ki, ya əbta, ma bə'də kullihim qalə ki, kulluhum min Qureyşin. Atama soruşdum ki, o hamısı sözündən, onların hamısı sözündən sonra nə dedi, eşitmədim. Atam dedi ki, hamısı dedi ki, Qureyşdən olacaqlar. Və sonra Qəvariri deyir ki, yəni onun əlavə etdiyi kəlmədir ki, rivayətdə deyir ki, hətta belə bir sözdə Allah Rəsulü sallallahu aleyhi və aleyh dedi ki, və ona qarşı çıxan və ondan ayrılan şəxs 12 nəfər hakimiyyətdə olduğu müddətdə ona zərbə vura, ziyan vura bilməyəcəklər. Digər rivayət gəlir, deməli, Əbu Cüheyfədən. Deməli, Hakim Şəpəri Müsələk Əl-Səhihin kitabında 3-cü cildin 716-cı səhifəsində
Həmçinin Zəhəbi Təlxisul Mustadrak kitabında eyni zamanda mərhum Şeyx Numan Əl-Qeybədə, İbn Şəhraşib Əl-Mənaqibdə ki, mərhum Əllama Məclisi Bihar Ləmanın 36-cı cildində və sair mənbələrdə də bu rivayət keçir. Əbu Züheyfə nə deyir? Xülasə filan kəsdən sənəd baxımına ilə mötəbərdir. Ona görə mən bunları qeyd etməm ki, əsas odur ki, mötəbər, səhih, həsən səhih dərəcəsində olan hədislərdir ki, bunları ümumiyyətlə qeyd edəcək mövzuya dəlalət edən mətnlərin. Deməli, yenə də Əbu Züheyfə deyir ki, mən əmimlə birgə idim, Allah Rəsulü sallallahu aleyhi və alihin yanındaydım və o dedi ki, 12 xəlifə olacaq və onların öz yolu davam edənə qədər mənim ümmətimin işi yaxşı olacaq. Sonra deyir, səsini biraz alçaltdı və belə dedi. Yəni, bir növ səsini elə bil وَحَفَضَ بِهَا صَوْتَهُ فَقُلْتِ لِعَمِّي deyir, səsini biz alçaltdı və əmimə belə dedi ki, mən də deyir, biraz öndə idim, əmim məndən daha doğrusu öndə idi ki, mən əmmə sual verdim. Kənə əməmi, yəni mənim qarşımdaydı, önümdəydi. Mə qalə yə əmm, deyir, mən soruşdum ki, ey əmi, Allah Rəsulü nə dedi? Əmim dedi ki, oğlum, Allah Rəsulü buyurdu ki, onların hamısı Qureyşdən olacaq. Yəni, bu 12 xəlifə Qureyşdən olacaqlar. Sonra, məsəl üçün, Abdullah ibn Ömərin hətta rivayəti var. Mərhum Şeyx Tusi rəhmətullah aleyhin Əl-Qeybə əsərində, Əl-Qeybətül İttusi ki, öz sənədi ilə nəql edir Muhammed ibn Osmandan, o da Əhməd ibn Əbu Xaysəmədən, o da Yəhyə ibn Muindən və s. axır, ta gəlir Abdullah ibn Ömərə ki, bəs Abdullah ibn Ömərdən nəql olunur ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurdu ki, nədir? Yəkunu xalfi 12 xalifətən. Bəs məndən sonra 12 xəlifə olacaq. Yəni, mənim 12 dənə xəlifəm olacaq özümdən sonra ki, təyin olunur. Sonra mərhum yenə də İbn Şəhraşib Əl-Mənaqib kitabında nəql edir ki, bəs Əbu Tufeyldən gələn rivayətdir ki, o da Abdullah ibn Ömərdən nəql edir. Yenə deyir ki, Abdullah ibn Ömər mənə ki, ey Əbu Tufeyl, Peyğəmbər sallallahu aleyhi və səlləm sonraki 12 xəlifənin sayı. Deməli, bu say da bəlli imiş hətta. O deməsə belə, hədisin sonu gəlməsə belə, biz artıq bəllidir ki, məsələn, indi təbii ki, o qərəzlər var, qəbul etməmək və s. laxır, müəyyən məsələ. Amma rivayətdə göstərir açıq-aşkar, o 12 xəlifə də kimliyi də bəlli imiş. Çünki niyə? Səhabə digərinə sual verir ki, nədir? Bəs o 12 xəlifənin adını biz üçün say. Sonra digər rivayət Abdullah bin Əmr ibn Aslan gəlir. Muqtadabul Asar əsərində və Bihar Ləmanın 36-cı cildində bu keçir ki, orada Abdullah ibn Əmr ibn As deyir ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi belə buyurdu, Yakunu xalifi 12 xalifətə ki, məndən sonra 12 yəni xəlifə olacaq və həmçinin Abdullah ibn Əbu Əfvadan da bir rivayət var ki, orada da həmçinin Əbdüləziz ibn Xuzeyr nəql edir. Deyir ki, həmin bu Abdullah ibn Əbu Əfvad dedi ki, Allah Rəsulü sallallahu aleyhi və aleyhi özü belə buyurubdu Həzrətin ki, bəs məndən sonra yakunu ba'di 12 xəlifə min Qureyşin. Qureyşdən olacaq məndən sonra 12 xəlifəsi var. Yəni məndən sonra Qureyşdən olan 12 xəlifə olacaq. Sonra Ənəs ibn Malikin hədisi var ki, yenə də İbn Şəhraşib Mənaqibdə Əbülfərəc Muhammed bin Faris Əl-Qavaridən ki, bu sənədlə nəql edir ta Ənəs ibn Malikdən deyir ki, Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurdu ki, yakunu minna 12 xalifətən ki, bizdən 12 dənə xəlifə olacaq və Allah onları düşmənlərinə qarşı dəstəkləyəcək və düşmənlər onları ziyan vura bilməyəcək, zərər yetirə bilməyəcəklər. Və bir rivayətdə də gəlir ki, 12 əmr olacaq. Ki, məsələn, Buxari Cabir ibn Səmurədən ki, biz bayaq nə qədər 12 xəlifə deyib mətnlərdə, bir rivayətlərdə gəlir ki, orada
Bu rivayəti də həmçinin Tirmizi öz sünənində 4-cü cildində, Əhməd ibn Həmbəl Müsnədin 7-ci cildində ki, hətta Kəşfül Himmənin sahibi 1-ci cildində və Bihar Ləmvarın 36-cı cildində qeyd olunubdur. Cabir ibn Samurə deyir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm belə eşitdim ki, qeyd etdi. Deyir 12 əmir olacaq. Yakunu isna aşərə əmirə. 12 əmir olacaq. Fəqalə kəlimətən ləm ki əsmə'xama. Həzrəti Peyğəmbər sallallahu deyir, nəsə dedi, amma mən eşitmədim bu kəlmələri və deyir, atama dedim ki, nə deyib və deyir, atam mənə dedi ki, onların hamısı Qureyşdən olacaq. Deməli, bu mahiyyət baxımından biz baxırıq ki, həqiqətən də 12 xəlifə hədisləri diqqət olunsa, ümmətin Peyğəmbər sallallahu əleyhi və səlləm sonra başsız qalmayıb xüsusi bir şəxslərin təyin olunduğunu göstərir. Və xəlifələrin sayı ilə biz baxsaq ki, bu qeyd olunan hədislər ki var, hədislərin sənədi Əhl-i Sünnənin qədim və mötəbər qaynaqlarında həm Cabir ibn Səmurədən və Əbu Züheyfədən ki, nəql olunubdur. Hətta Cabir ibn Səmurə az yaşlı səhabələrdən sayılır və Səd ibn Əbu Vaqqasın bacısı oğludur. Atası Məkkə fəth olunanda müsəlman olubdur. Kufədə yaşayan olub. Hətta 73-cü ildən sonra dünyasını dəyişib və ondan 146 hədis nəql olunubdur. Hədis kitablarında. Və 23-ü isə o hədislər təkcə Səhih Müslimdədir. Məsəl üçün. Ki, eyni zamanda da olsun ki, həmin bu şəxs, səhabələr belə deyək ki, Cabir ibn Səmurənin yəni özünün belə etibarlılığı kifayətdir. Hətta böyük alimlər kitablara şərh yazanlar qeyd edir ki, bu hədisin səhihliyi barədə müttəfiqlik var, ittifaq olunubdur, yəni ixtilaf yoxdur. Və hətta Albani ki, Nəsiruddin Albani ki, Əhl-i Sünnənin böyük hədis alimlərindən oldu ki, hətta hədisin müəyyən mənbələrini də səhih hesab eləyir. Silsilətül Əhadis Səhihə kitabının 1-ci cildində bunları izah edir. Və Albani bunlardan da əlavə eyni zamanda Səhih Müslimdə, Buxaridə hətta ki, bu rivayətləri biz baxsaq ki, bəzən də qeyd etdik ki, orada keçir və bu nəqillər də Əhl-i Sünnə nəzərində mötəbər nəqillər, rivayətlərdir. Sadəcə Buxarinin qeydində xəlifə kimi keçir, 12 xəlifə və məsələn, orada o kəlmənin yerinə 12 imam, yaxud da 12 əmir daha doğrusu, İsna aşərə əmirə ki, kəlməsi keçir, yəni xəlifə sözünün yerinə əmir keçir. Həmçinin biz baxdıqda görürük ki, Cabir ibn Səmurənin bu nəql edir rivayət, eyni zamanda Şiə mənbələrində də nəql edilibdir. Həmçinin Cabir ibn Səmurədən başqa dedik ki, kimdən? Abdullah ibn Ömərdən, Abdullah ibn Məsuddan, Abdullah ibn Əmrasdan, Ənəs ibn Malikdən, Abdullah ibn Əbu Əfvadan ki, bu rivayətlər nəql olunubdur ki, təbii ki, rivayətlər həm Əhl-i həm Şiə mənbələrində mövcuddur. Və ümumiyyətlə, Səhih Müslim kitabına da biz baxanda Peyğəmbər sallallahu əleyhi və səlləmin özündən sonraki xəlifələr barədə danışdığı Əsləmə adlı bir şəxsin daşqalaq olunduğu cümə gününə düşdüyü qeyd olunur. Ki, hadisə də Mədinədə baş verib və demək olar ki, Peyğəmbər sallallahu əleyhi və səlləm bu sözü Mədinə məscidində söyləyibdir. Amma Əhməd ibn Həmbəlin müsnədinə baxanda görürük ki, onu deməli Ərəfə günündə də deyibdir. Yəni Ərəfət çölündə də deyibdir və hətta Minada da deyildiyi kimi o qeyd etdiyimiz rivayətlərdə də görürük ki, o məkanda da deyilib. Deməli, burada mahiyyət budur ki, bu hədis tək bir yerdə deyilməyibdir həmçinin. 12 xəlifə, 12 əmr olmağı bir yerdə, bir neçə yerdə qeyd olunubdur və hətta bir səhabə və bir başqa səhabələr, şəxslər bu rivayətə şahid, hadisəyə, yəni hədislərə şahid olublar. Və biz burada nəyə diqqət edirik? Hədislərin mətnindəki müəyyən o fərqlər cüzü adamın fikrinə diqqətlə toxunur. Məsələn, Cabir ibn Səmurənin hədisinin mətnini görürük ki, müxtəlif formadadır. 12 xəlifə, yaxud da dediyimiz kimi Buxaridə 12 əmir, məsəl üçün bəzi yerlərdə 12 imam, yoxsa 12 məlik, yəni padşah, şah kimi mənasında, yaxud da 12 qəyyum olaraq qeyd olunur.
ki, hətta 12 kişi kimi də var ki, İsna aşərə racuna kimi keçən də var ifadə ilə. Ki, məsələ də budur ki, bütün bu yəni, rivayətlərə biz baxaq görürük ki, Allah Resulü sallallahu aleyhi və aleyh öz xəlifələrini, İslam dünyasının, yəni gələcək rəhbərlərini təqdim etmək istəyib. Yəni bildirmək istəyib əvvəlcən və hadisin raviləri də biz baxırıq Peyğəmbər sallallahu aleyhi və aleyhin sözünün məzmununu çatdırıblar. Yəni hədisdəki digər maraqlı cəhət budur ki, Peyğəmbər sallallahu özündən sonra 12 nəfəri öz xəlifəsi kimi təqdim edəndən sonra cəmaət arasında səs-küy qalxır güya və o qədər çox olur ki, Cabir ibn Səmurə Allah Rəsulunun sallallahu aleyhi və aleyhin dediklərini eşitmir. Ya atasından, ya əmisindən onun açıqlamasını soruşur ki, orada nə deyildi? Və cavab doğrudur ki, hamısı Qureyşdəndir. Ki, hətta bəzi yerdə var ki, keçir ki, məsələn, Şeyx Qunduzi Hənəfinin Yəlabi Ül-Məvəddə kitabının 2-ci cildində keçir ki, kulluhum min bəli Haşim. Bəli Haşimli olacaq hamısı. Yəni, bu gedişat da göstərir ki, İslamın gələcək rəhbərlərin təqdim edilməsi üçün bir ab-ı havanın münasib olmaması durumu yaranıbdır, yaşanıbdır həmin vaxtda. Və Qədirxum əhvalatındakı Vallahu yə'simukə minən-nas Allah səni insanların fəsadından qoruyacaq sözü də həqiqətə işarədir. Niyə Qədirxumdan sonra, yəni İslam Peyğəmbəri sallallahu aleyhi və aleyhin vəfatı ilə, belə də şəhadəti ilə nəticələnən bu zəhərlənmə hadisəsində yazılı şəkildə Həzrət istəyir ki, yataqda bu tövsiyəni yazsın və nəticədə isə ona qarşı çıxıb deyilir ki, nədir? Həsbuna kitab Allah. Allahın kitabı bizə kifayət eləyir. Və biz baxırıq ki, 12 xəlifə sözündə də qəsd kimdir? Təbii ki, bizə görə bəllidir bu. Yəni, xəlifə gəlsin, hədisin mətnində imam gəlsin, vəsi gəlsin, əmir gəlsin, 12 kişi gəlsin. Bu Cabirin hədisin nəql edilən müxtəlif mətnlərində, sözlərinə biz diqqət edəsək, görürük ki, hədislər Allah Rəsulü sallallahu aleyhi və aleyhin, yəni, şəxslərin neçə nəfər olması, kimliyi hardan, kimdən hətta gəlməsi, minna, bəzi yerdə ki, biz oxuduq bir hədisdə də bizdən deyir Həzrət. Şimdi mən bu Əhl-i Beyt əleyhissalam mənsub olaraq deyir. Ki, özü də deyir ki, nə olur? İslam izzətli olacaq, əziz olacaq, İslam dini möhkəm olacaq qiyamətə qədər ki, bu davam edəcək xilafətin nəticəsində İslam qorunub qalacaq, düşmənlər ona zərər vura bilməyəcək. Deməli, Peyğəmbər sallallahu aleyhi və aleyhin bir xüsusi tövsiyəsi var. Bu məsələdə biz diqqət eləsək. Peyğəmbər sallallahu aleyhi və aleyh, yəni o dövrlərdə bu tövsiyənin əhəmiyyəti ilə formada idi ki, Allah Rəsulü ki, bu tövsiyəni verirdi. İbn Abbas hətta deyir ki, Əbu Bəkir öz hakimiyyətin ilk günlərində özünü xəlifə hesab eləmirdi. Ona sual verilir ki, sən Allah Rəsulünün xəlifəsisən, cavab verilir ki, xeyr. Bəs sən kimsən deyə sual veriləndə deyir ki, mən Peyğəmbər sallallahu sonra xəlifə hesab olunuram. Yəni, xələf kimi o, əvəz edici kim bilirəm. Xələf, yəni, mənasına isə diqqət edəsək, görərik ki, bu kimdir? Yəni, xələf ondan sonra gələndir. Sadəcə o gələn onu əvəz etsin. Amma xəlifə tamam əhatəli bir sözdür. Yəni, xəlifə artıq əvvəlki şəxsin bütün vəzifələrini tamamilə daşıyan və o məqama qoyulan şəxsə deyilir artıq. Əvəz edici yox. Yəni, sırf əvəz edici kimi rol oynamır. Sırf onun vəzifəsi elə budur. Ki, o şəxsdən sonra həmin posta oturub bütün işləri o icra eləsin tamamilə. Və Peyğəmbər sallallahu aleyhi və səlləm insanları nə idi? Hidayət etmək. Yəni, onları hidayətə çatdırmaq məsələ budur. Və Peyğəmbər sallallahu aleyhi və səlləm əsas vəzifəsi ki, bu iş idi, insanların mənəviyyatını, əxlaqını, hidayətini düzəltmək və belə bir şəxsin təbii ki, xilafətə də layiqəti var ki, gəlsin, çatsın xəlifəliyə. Tamam. Və elə bu səbəbdən də Peyğəmbər sallallahu aleyhi və aleyhi öz dininin təbliğatçılarını, hədis ravilərini, öz ənənəsini çatdıran şəxsləri öz xəlifəsi də hesab eləmişdi. Ki, hətta rivayətdə var ki, məsələn, Peyğəmbər sallallahu aleyhi və aleyhi Mən la yaxdurul fəqih kitabında keçir mərhum Şeyx Səduq nəql edir 4-cü cildə. Deyir, belə dua ki, Allahüm mərhəm xulafai. Qilə, ya Rasulallah, və mən xulafauke. Deyir, Həzrət dedi ki, ilahi mənim xəlifələrimi mərhəmət elə, rəhm elə onlara. Deyir, soruşlar ki, ya Rasulullah, sənin xəlifələrin kimdir?
Bir Peyğəmbər sallallahu dedi ki, məndən sonra gəlib mənim hədislərimi eyni zamanda sünnəmi rivayət edənlərdir. Yəni o eləyən şəxslər mənim xəlifələrim adlanır. Yəni alimlər bu cür Peyğəmbərin xəlifələri kimi vəzifədədirlər və təbii ki, bunda balaca bir dərəcə deyil. Yəni bu elə bir haldadır ki, hakimiyyət sadəcə Peyğəmbər sallallahu istifadə etdiyi və hədəfini genişləndirdiyi bir vasitə alət olması ilə məhdudlaşmır. Ki Allah Rəsulü oturdu hakimiyyət taxtında, dövlət idarə elədi, elə vəzifəsi vardı və salam. Xeyr, Həzrətin əsas hədəfi var. Təbii ki, o xəlifəsi də onun kimi o əsas hədəf üzərində çalışan nöqsansız bir şəxs olmalıdır. Adi bir şəxs olmamalıdır. Və sadəcə olaraq o elmi daşıyanlar o xələflər kimi sayılır. Baxsa rivayətdə də biz baxsaq nədir? Bunun bariz mütləq nümunəsi Əhl-i Beyt əleyhissalam və nisbi nümunəsi isə Əhl-i Beyt əleyhissalamın alimləridir. Və Peyğəmbər sallallahu hakimiyyətdə olduğu zaman, istər də qeyri zamanlarda təbii ki, öz vəzifəsinə layiqli bir icra etmişdir. Və hətta biz baxsaq ki, digər Əhl-i Sünnə məktəbinin, məsələn, hədis kitablarında, izahlara, şərhlərə görərik ki, yəni onlar Allah Rəsulü sallallahu aleyhi və aleyhi besətinin məqsədinə diqqətlə baxmayıblar. Sadəcə xəlifə sözünün yəni geniş yayılmış mənasını elə deyiblər və salam. Ki mahiyyət baxımından da ona görə biz Peyğəmbər sallallahu ki bu hədisi deyib, tamam. Məqsədinin ondan sonra İslam ümmətinin rəhbərliyi üçün ən kamil, ən üstün ləyaqətə sahib şəxsləri təqdim eləmək istəməyi və bunu da hədəf kimi nəzərdə tutması şəksiz ki bu belədir, yəni bu qaçılmazdır, qəbul olmasıdır tamamilə. Və nəzərə alınmalıdır ki, Peyğəmbərlik məqam mənasız boş və yəni batil puç oynanacaq şeylərdən uzaqdır və ucadır, çox üstündür. Yəni hədis fiqhində Peyğəmbər sallallahu sözlərini anlamaqda ən mühüm məsələ odur ki, onun ki, xəlifənin kimliyini müəyyənləşdirək. Və bilməliyik ki, Peyğəmbər sallallahu kimləri öz ləyaqətli xəlifələr təqdim elədi. Axı biz hədis oxuduq ki, hətta səhabə sual verdi ki, adlarını say, kimliklərini say. Amma rivayətin adı yoxdur. Deməli bu kimliklər hətta bilinibdir. Və Əhl-i Sünnənin hədis alimləri isə Cabir ibn Səmurənin hədisini səhih bilsələr də onun ki, xəlifənin kimlərdən olmağı sualına cavab verməyiblər. Hətta nə deyiblər? Məsəl üçün İbn-i Cavzi, Sebt İbn-i Cavzi məsələn deyir ki, Kəşf-i Müşkil adlı əsərində deyir, bu hədis haqqında çoxlu araşdırma apardım, yəni onun ki, xəlifə haqqında. Və çox sorğu-sual edim, axtardım, amma məqsədin nə olduğunu hədisdə bilən bir şəxs belə tapmadım. Yəni bir nəfər belə bir insan tapmadım ki, o hədisin mənə konkret həqiqi mənasını desin. Və hətta başqa bir alim məsəl üçün qeyd edildi ki, bu hədisin həqiqi mənasını anlayan bir şəxsi mən tapmamışam. Yəni mahiyyət də budur ki, bu şəxslər təbiidir ki, onun ki, xəlifənin kimlərdən ibarət olduğunu açıqlamaq istəyiblər. Yəni zahir görünən budur. Amma dediklərinə baxdıqda görürük ki, həqiqətən də onlar buna uyğun bir cavab tapa bilməyiblər. Yəni izah tapa bilməyiblər və nəticədə də belə bir qənaətə gəlibdilər ki, artıq bunun cavabı yoxdur və biz də nə edirik? Yəni bu işin sadəcə belə deyək ki, tərkinə varırıq və onunla işimiz qalmır. Yəni yozmuruq, heç edimirik, olduğu kimi də məsələn iman gətirib diyanır. Amma biz diqqət edəsək əslində bu cür təbii ki, düz deyil. Biz Peyğəmbər sallallahu aleyhi və aleyhi ümmətə ilə başsız qoyub gedib elə nə gəldi iş görən kimi tanımamışıq. Ona görə də diqqət eləmək lazımdır ki, burada nədir amil əsasən? Peyğəmbər salavatıllahın dediyi ilə uyğunsuzluq var və biz onun uyğunluğunu tapmalıyıq. İnşallah ki, növbəti bəhslərdə çalışarıq ki, bunlara açıqlama verək. Elhamdülillah Rabbil aləmin.